Mən birincisi o tərbiyəmi, əxlaqımı özümə görə qoruyuram. Çünki mənim, çox üzr istəyirəm, mənim ailə üzvlərimi heç kim görmür, məni görürlər. Birinci mən özümü necə qarşıladıramsa, sonra mənə deyirlər ki, sənə halal olsun, sənə tərbiyə verən ailəyə. Bitdi. Yəni, mən özümü necə göstərdimsə, yoxsa mən durum kiməsə izah eləməklə ki, mənim ailə tərbiyəm belədir, yox. Mən zaten göstərişəm, mən ailəmin göstəricisiyəm. Mən necə özümü təqdim edirəmsə, mənim ailəmi də elə tanıyacaqlar. Mən özümə görə özümü qoruyuram. Mən bugün ürəyim istəsə açıq-saçıq da geyinə bilərəm. Mən bəzən yayda geyinirəm, indi normal insanlıqda cavan insanam. Bu dəqiqə valla yaşlılar, yanında çox üzr istəyirəm, ərləri olan qadınlar elə açıq-saçıq geyinir ki, yəni mən geyinsəm, məni bəlkə vətən xaini kimi çıxardarlar ölkədən. O dərəcədə yəni məni tənqid eləyirlər. Açıq-saçıq da istəsəm geyinə bilərəm rahat, çox üzr istəyirəm, yəni cavan qızam da, həm də yəni səhnədəyəm, nə istəsəm edə bilərəm, subayda qızam. Amma mən bunu etmirəm, çünki hər birimizin ailəmiz var, hər birimizin ailə üzvlərimiz var. Mənim atam istəmərəm məhləyə utanaraq çıxsın, çünki mənim atam var, mən həyatımı onun üçün yaşayıram. Mənim qardaşlarım var, artıq qardaşımın bir şey ki, 45 yaşı var. Az yaşı yoxdur. Amin. Qardaşım oğlu 25 yaşı var. O sabahsı gün harasa çıxanda, dostdaşının arasına çıxanda utanmasın. Onun üçün də təbii ki, yaşayıram. Qaldı ki, o əxlaqlı, əxlaqsız, valla elə əxlaqsızlar var ki, özü böyük bir, gözəl bir yuvası var. Amma durub hansısa müğənniyə əxlaqsız kimi baxmaq, xeyr, sən əxlaqsızı niyə çağırıb toyunda əxlaqlı xanımının yanında oxudursan. Əxlaqsızın üzü istəyirəm. Mənim evimdə işi yoxdur. Mənim evimdə ancaq öz əxlaqım, tərbiyəm ola bilər. Yəni, əxlaqın yoxdursa, məni niyə çağırırsan toya? Sən də əxlaqlısansa. Ona görə də toyvanca əxlaqlı müğənni çağır. Bu mahnıda lap yerinə düşdüyü bu sözlərdə belə bir teatr var deyə o vaxtı